Sizlərdən xahiş edirəm, yayımı bir dəfə bəyənin. Vacib suallar və məlumatlar indi olacaq. Paylaşın. Səni şantaj ediblər. Nə vaxt bildin, nə vaxt şantaj ediblər? Bu haqda mümkünsə danış. Deməli bu bir neçə ay bundan qabaq, bu yaxınlarda deyək. Mənə evdəkilər Bakıda olan ortancıl qardaşım, dədəm zəng eləyib ki, biz pis vəziyyətdəyik, biz artıq çox pis vəziyyətdədirlər. Biz qorxuruq, biz səndən imtina eləyirik, biz səndən heç bir əlaqə saxlamaq istəmirik və mən soruşanda ki, nə baş verib, artıq mənə izah elədilər ki, təsəvvür eləyin, gecə 12-də dədəm indi gəlib hardasa yüngülvarı işləyir, axşam qayıdır, qardaşım yüngülvarı işləyir, axşam qayıdır. Bunlar evə qayıdanda bunların başına torba keçirirlər, maşına qoyurlar və aparırlar. Yəni gözü yumulu. Təsəvvür eləyin, maşında, aparılan maşında dədəmin qulağına belə nauşnik taxıblar ki, ətrafda olan səsləri eşitməsin, bilməsin ki, bu kişi 76 yaşlı kişi, qardaşım, hara bunları aparırlar. Nauşnik və səs qoyublar. Göz yumulu, başında torba, qulağında nauşnik. Aparırlar idarəyə. Biz bilmirik hansı idarə. İndi amma nəticə necə olacaq. Bunları qoyurlar, qaranlıq otaq. Otaqda 10 nəfər maskalı və işıq yandırırlar. Projektor yandırırlar, vururlar bu evdəkilərin üzünə. Qabaqlarına bir dənə televizor qoyurlar. Televizorun açırlar və görürlər ki, mənim otağımdan 2019-cu ildə mən həbsxanadan azad olunanda deməli evə gəlib kamera qoyublar və bu illər ərzində mən evdə neynəmişəmsə, mən sevgilimlə neynəmişəmsə, dostlarımla orada evimdə necə Sən tək yaşayırdın həmən evdə? Mən tək yaşayırdım, amma atam da arada gəlirdi. Yəni atam, mən, ikimiz. İndi təsəvvür edin. Çünki dedin ki, atamın da videolarını, intervyu İndi videolarını deyəcəm, indi izah edəcəm. Deməli biz tualetdə üzümüzü qırxırıq, çimirik, qaydırıq və s. Hamısını çəkirlər, qoyurlar, deyirlər ki, budur. Məsələ budur, mehmanı çəkmişik. Mehmanla danışmalısınız. Mehmanla danışmalısınız. Bunlar zəng edir ki, mehman səni əməkdaşlığa dəvət edirlər. Sən susmalısan, bütün sosial şəbəkələri bağlamalısan və sənə yaxşı hədiyyələr olacaq, səninlə danışacaqlar, hər şey olacaq. Mənim ilk cavabım oldu ki, ay qardaş, ay ata, gedin polisə, yazın ki, sizi oğurlayıblar, sizin başınıza bu gəlib və s. Mən danışandan sonra 2 dəqiqə keçir, evdəkilərə, atama, qardaşıma zəng gəlir ki, siz polis idarəsinə getməməlisiniz. Sabah sizi Fuad Ələsgərov prezident aparatında qəbul eləyəcək. Bunlar da getməz. Səviyyə bax, səviyyə. Deməli, bunları dinləyirdilər və bütün adımlarını bilirdilər. Bunlar gedir Fuad Ələsgərovla görüşür və qardaşım deyir ki, bəli, prezident aparatında Fuad Ələsgərov orada müavinləri ilə və s. Bunlar görüşürlər. Fuad Ələsgərovun dediyi söz o olur ki, nə inkar eləyir, nə deyir ki, bu şər böhtandır. Deyir ki, gedin mehmana deyin ki, sizə dünən nə deyiblərsə, ona riayət etsin və hər şey yaxşı olacaq. Bu oradan görüşdən 5 saatlıq görüş çıxır. Mənə zəng eləyirlər, mən deyirəm ki, heç bir əməkdaşlıq olmayacaq. Amma bunu kim eləyib, bunu niyə eləyiblər? Cavab olaraq bildirirlər ki, bilmirik. Mən deyirəm, bu Daxili İşlər Nazirliyi midir, yoxsa Dövlət Təhlükəsizlik Xidməti mi? Bunlar bu deyir ki, bilmirik. Məsələ gəlir, mən deyəndə ki, yox, əməkdaşlıq olmayacaq. Dədəmlə qardaşım təzdən gedirlər, oğurluyurlar onları, ikinci dəfə aparırlar. Bu dəfə artıq dədəmin kasetlərini qoyurlar. Niyə o oldu? Niyə baş verdi o? Dədəm də mənlə yaşayırdı. Mən ölkədən səfərə gedəndə elə bir dədəm biraz tovuzdandı deyə, biraz mıxlayandı. Yaxşı yevçəndi. Bunun yanına adam öyrədirlər, bir xala öyrədirlər.
bu xalayla tanış olur. İndi dədəd də subay adamdır, eləyib, əcəb eləyib. Bu xanımla gedir evə, içkili vəziyyətdədir dədəm, amma yenə deyirəm ki, eləyib, Neçə yaşı var atanın? Dədəmin 76. Maşallah. Deməli Mehman, 76 üzürlü yaşı. hesab elə, Tural, bir dəqiqə Buyurun. Mehman. Yəni Buyurun. bu adamların üzü, sifəti nədə görsənir? Yaxşı Mehman, sizi deyirsiniz ki, hər tərəfdə birbaşa bütün cinayətlərinizi açır. Bu 76 yaşı olan kişinin hətta bilmədən çəkmisiniz. Hətta. Bu ki, bunu ağsaqqal 76 yaşı var. Gelib kimlənsə bir qadınla tanış olubdu. İndi yoldaşı yox, subay adamdır. Hamının haqqı var. Yəni tanış olubdu. Bu adam indi evə gətiribdi, evinə gətiribdi ki, bu uşaqları bilməsin, həm yaxınları bilməsin. Bunu götürüb ağsaqqal adamı, yəni bunun seks kasetini çəkməyi, yəni bundan sonra da İlham Əliyev, sən nə gözləyirsən Mehmandan? Sən niyə başqa bir şey gözləyirsən? Üzürlü hesab elə Mehman, sözünü davam et. Doğru. Bu olur. Dədəmə deyirlər ki, nətər Mehman razılaşmır onun kasetləri ilə. Dedi ki, valla əmələ gəlmir. Dedilər onda kişi, sənin də kasetlərin var. Sən əmələ gətirməlisən onu. Bu mənə zəng eləyir. Mən deyirəm ki, dədə, məndən imtina elə, ay qardaş, məndən imtina elə və bilin ki, İlham Əliyevi mən diz üstündə çöktürəcəm. Biz balaca bir komissiya yaradırıq. Burada artıq adları deyənmərəm, çünki komissiya yaradılır. Biz başlayırıq araşdırmağa ki, 2012-də Xədicə İsmailin evinə kim kameranı qoyub və s. və s. Kiçik bir araşdırma eləyirik. Profesional jurnalistlərlə, profesional adamlarla. Məlum olur ki, bütün kasetlərin, bütün belə çirkin söhbətlərin, bütün bu seks şpiyonajın arxasında Dövlət Təhlükəsizlik Nazirliyinin daxilində bir şöbə var və məhz o şöbə bu şpiyonajla məşğuldur. Siyasi fəalların evinə kamera qoyurlar və izləyirlər. Və maraqlı məqam odur ki, Dövlət Təhlükəsizlik Nazirliyinin daxilində olan bu şöbə İlham Əliyevin icazəsi olmadan heç kimin evinə kamera qoymurlar və heç kimi izləmirlər. Və ən dəhşətlisi odur ki, əgər bu kamera görüntüləri mənim atama, qardaşıma göstərilibsə, yenə də İlham Əliyevin icazəsi olmadan bunu heç kim öz başına eləyə bilməzdi. Yəni bu öz fəaliyyət olanmaz. Bu Əli Nağıyevin öz fəaliyyəti deyil. Əli Nağıyev razılaşdırılır və olur. Neçənci ilə kimi çəkiblər? Necə düşünürsən? 2024-ün axırına kimi. 2025-i Nə bilirsən ki, 24-ün axırına kimidir? Yəni nədir burada? Çünki deyim də, çünki mənim bir sevgilim var idi və qardaşım onu tanıyırdı, atam onu tanıyırdı və deyirlər ki, onunla o görüntüydü sonuncu. Mən də başa düşdüm ki, okey. Yəni bunlar mənə adamları deyirdi. Yəni də bunu Əli Nağıyev üzərindən ata bilməz ki, söhbət 2016-dan, 19-dan, 18-dən, yox. Mədət Quliyevin vaxtından gedir. Yəni 20, 21, 22, 23 bunlarda da olubdu da. 2019 Mədət Quliyev gedir, Əli Nağıyev gəlir və bu prosesi çəkirlər. Çəkirlər, əcəb edirlər. Mən yenə deyirəm ki, mən heç nədən utanmıram. Mən şəxsi həyatım var, sevişmişəm, əcəb eləmişəm. Bu qədər. Deməli, bunu göstərdilər və orada ip dağılır. Yəni, artıq Əliyev hökuməti başa düşür ki, diyalog alınmadı. Amma diyalog alınmadı bu bir tərəfə, həm də o əlindəki olan elə bir o gülləni, Əli Nağıyev əlindəki olan gülləni boşuna vurdu. O başa düşdü ki, bu işləməyəcək və artıq bundan sonra bu kasetləri neyəcək? Yəni, kaset iki halda işləyə bilər. Sən razılaşırsan əməkdaşlığa və onu səni ömrünün axırına kimi bundan şantaj eləyir. Və bir o haçan zərərsizləşir. Sən deyirsən ki, yay da bunu. Mən də, Əli Nağıyev də, İlham Əliyev də, hamı sevişmə nəticəsində əmələ gəliblər dünyaya. Yəni, bunu Heydər Əliyev, Zərif Əliyeva qovuşub, Əli Nağıyevin anası kimdirsə orada, o atası ilə qovuşub. Hamı, mən, sən, İlqar, hamı. Burada ayıb bir şey yoxdur. Bunlar başa düşürlər ki, böyük səhv eləyiblər. Yəni, bu artıq onlar başa düşdü ki, böyük bir uçurum var və mən ritorikamı biraz dozasını artırıram. Vilayət Eyvaz olan və s. Sonra
İndi mən izah edirəm xronologiyanı. Niyə Vilayət Eyvazovuna mən daha çox yapışmışam? Vilayət Eyvazova mən onlayn şikayət göndərəm Egovla ki, bu ailə özlərini oğurlayıblar, araşdırmaq lazımdır. Nə vaxt başladın Vilayət 4-5 ay Eyvazova? bundan qabaq. Sentyabr, oktyabr bu aylarda yazmışam ki, araşdırılmalıdır. Çünki dədəm, qardaşım qorxurlar, onlara ölkədən çıxışa qadağa qoyublar, onları İlham Əliyev orada girov saxlayır. Və Mənə cavab Daxili İşlər Nazirliyi mənə cavab verir ki, Mehman, biz çox-çox üzr istəyirik. Biz bu məsələni araşdıra bilməyəcəyik. Amma çox sağ olsun ki, bunu mənə deyir ki, biz bu yükün altına girənməyəcəyik. Mən deyirəm ki, yaxşı, bunun altına girənmirsinizsə, amma mən Vilayət Eyvazovun adlı yükün altına girə biləcəm. Çünki dəfələrlə biz görürük ki, yol polisin problemləri ortaya çıxır, polisin özbaşınalığı, polisin vətəndaşlara qarşı davranışı. Bu mövzular həmişə var idi və bu artıq mən başa düşdüm ki, okey, bunu polis də boynundan atır. Amma polis burada bir şey bəxt də verdi ki, Vilayət Eyvazov nə qədər pis əməllərlə, çirkin əməllərlə məşğul olsa da, rüşvətə meyilli olsa da, insanları şərləyib həbsə göndərməyə meyilli olsa da, Vilayət Eyvazova İlham Əliyev o səlahiyyəti verməyib ki, sən get siyasi fəalları izlə. Bu baş verir, bu partlayır, mənim Meydan TV-yə bir müsahibəm olur. Siz təsəvvür edirsiniz mənim müsahibəmdən sonra nə qədər siyasi aktivist mənə yazıblar ki, Mehman, sən qəhrəmansan, sən cəsarətlisən, bizə də kasetləri göndəriblər. Biz amma susmuşuq, biz onu deyəmirik çünki ailəmiz var, biz qohumumuz var. Mən o sayıların miqyasını görəndə mən gördüm ki, ay Allah, bu aktivistlərin çoxsu içində saxlayıb, bölüşə bilmirlər. Mənə yazıblar ki, sən nətər bunu ortaya çıxartdın, sən necə bu qədər cəsarət yığdın ki, və dedin ki, məni çəkiblər, atamı şantaj ediblər və məlum olub ki, Sənə deyən aktivistlər həm qız olub, həm kişi, yəni hər iki cinsdən. Həm qız, həm oğlan aktivistləri və həm də hal-hazırda həbsxanada olan bəzi siyasi məhbusların şəxsi həyatını çəkiblər. Sonra necə məlum olub? Məlum olub ki, həmin o aktivistləri idarəyə dəvət ediblər. Deyiblər ki, bu adamın üzünə durmalısan, bu yalanı deməlisən, bunu eləməlisən, bunu eləməlisən. Kimsə özünə sıxışdırıb deyib ki, mən eləməyim, mən sakit duraram. Amma mənə məcbur eləməyim, bu əzaflıqları eləyim. Mən soruşanda ki, sizi hansı idarəyə dəvət ediblər? Bir mənalı deyiblər ki, biz Dövlət Təhlükəsizliyi Nazirliyinin məhsul şəxsləri ilə görüşmüşdük, kasetləri görüşmüşdük, üz-üzə görüşmüşdük adamları, maskalı adamları. Neçənci illərdən söhbət gedir? Son 2023, 24, 25, yəni 25-ci Mən nəyə görə illərə belə fokuslanmışam? Səhərsi gün Nağıyev və onun yanındakı Ceyhun Şadınski və yaxud da DTX prezidentlərinin qarşısında məruzə edib yola verməyə özlərindən atmağa çalışmasın ki, illər konkret hazırki DTX rəisinin rəhbərliyi vaxtına gedir ona görə. Əvvəllər sən belə bir müsahibəndə mən rast gəldim ki, dedin ki, polisdən mənə dedilər ki, bunu DTX eləyibdir. Ona biraz aydınlıq gətir, o nə deməkdir? Deməli, məsələ budur ki, biz bunu qəbul eləsək də eləməsək də, hər zaman Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Nazirliyi arasında bir gərginlik var idi. O həmişə görsənir. Amma burada yenə mən dediyim kimi, mən müraciət eləmişdim ki, bu məsələ araşdırılsın, bu məsələ deməli yerinə qoyulsun və ikinci məsələ, onu deməmişəm. İkinci məsələ oydu ki, təsəvvür edirsiniz, mənim qardaşımın iş yerinə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Polis İdarəsinin əməliyyatçıları, Bakı Şəhər Polis İdarəsinin rəis müavini gəliblər iş yerinə və deyiblər ki, Mehman Hüseynov bilməlidir ki, biz onu çəkməmişdik.
Biz sizin ailənizlə heç bir problemimiz, bizim sənlə, sənin atanla heç bir problemimiz yoxdur. Yəni biz sizdən alış-verişimiz yoxdur. Biz sizi qorxutmamışıq, biz sizi oğurlamamışıq. Yəni məsələ aydındır ki, bunu Başqa kim eləyə bilər ki? Eləməyib. Bunu eləyən oydu ki, və niyə? Daxili İşlər Nazirliyi niyə Dövlət Təhlükəsizlik Nazirliyi bunu niyə məxfi eləyib? Yəni oğurlayanda maskalı adamlar idi, qulaqlarına nauşnik taxıblar, gözlərini yumublar, otaqda hamı maskalı idi və çıxanda, idarədə olanda dədəmin sualına ki, siz kimsiz bala? Siz nəçisiz? Biz Mehman, deməli mən sənə bir dənə söz deyim əziz qardaş. Bu modanı salan Eldar İndi bir Mahmudov. şey deyim. Bəli. Və Fuad Ələsgərovla görüşəndə mənim ailə üzvlərim Fuad Ələsgərov onu xüsusi qeyd elədi ki, qəti şəkildə polisə gedib şikayət verməməlisiniz. Yəni burada məsələ o idi ki, çox narahat idilər ki, polisə gedəcəklər, polisdə şikayət eləyəcəklər və Vilayət Eyvazov bundan sui-istifadə eləyəcək. Vilayət Eyvazov bundan sui-istifadə eləyəcək, araşdırmaya başlaya bilər. İndi məsələ Yəni çünki sən Vilayət Eyvazovun polislərin üzərinə hücuma keçmirsən, vilayət də deyir ki, niyə mən zərbənin altında mən qalıram, bunu mən İndi eləməmişəm maraqlı, də. indi ən dəhşətlisi, mənə son 2 gündə telefonum anı Bakıda olan məhsul şəxslər, Bakıda olan adamlar, kimlər ki, indi bunu gizlətmək lazım deyil. Mənim dost tanışım var ki, kim ki Daxili İşlər Nazirliyi ilə əlaqəlidir, kim ki prezident aparatına əlaqəlidir. Bunlar normaldır. Bu hər bir jurnalistin belə bir Funksiyası var. Kontaktlı kanalı olur. Bu araşdırmalarımız çıxandan sonra mənə bildiriblər ki, Mehman, İlham Əliyev kiçik bir müşavirə keçirib və Əlin Ağayevdən, Vilayət Eyvazovdan tələb eləyib ki, açıqlama verilsin ki, mən Davosda olanda bu məsələ niyə partladı? Yəni İlham Əliyev Davosdaydı, biz burada artıq işimizi gördük. Vilayət Eyvazovun cavabı o olub ki, cənab prezident, biz Mehmanı qıcıqlandırmamışdıq, biz Mehmanı heç nə etməmişdik və s. Əlin Ağayev bildirmişdi ki, cənab prezident, biz deməli Vilayət Eyvazovun polisləri siz görürsünüz də, mən çox vaxt kontenti polislərlə yaradıram və polis mənim mənbələrimi həbs eləyir, şərh yazanları həbs eləyir, mənlə belə prinsip aparır. Əlin Ağayev deyib ki, biz Mehman Hüseynovla dil tapırdıq, artıq o bağlılıq yaradılırdı. Yəni biz Mehmanla bir ortağa gəlmişdik. Yola gətirirdik onu. Yola gətirirdik. Bizi maniyə eləyən Vilayət Eyvazovdur. Vilayət Eyvazov da ağıllı davrandı. Dedi cənab prezident, mən seks şpiyonaj məsələsinə baxmıram. Gedin dədəsini tapın, gedin qardaşını tapın, onları cəlb eləyin. Bütün sualların cavabı Rafiq Hüseynov və İbrahim Hüseynovdadır. Yəni mənim atamda və qardaşımda. Hazırda Bakıda yaşayırlar onlar. Bəli, Bakıda yaşayırlar. Mənlə əlaqələri yoxdur, mənlə imtina ediblər. İndi bir-birlərinin üstünə atırlar. Biri deyir ki, mən Mehman Hüseynovu yola gətirmişdim. Biri də deyir ki, qardaş, mən Mehmanın ailə özlərinə qabaqlarına heç nə qoymamışdım. Mən Mehmanı tanımıram, Mehmanla əlaqə. İndi qoy bir-birini qırsınlar. Nə İlham Əliyev bizə ağla batan cavab verə bilmir ki, nə baş verib. Nə Əlin Ağayev cavab verə bilmir. Nə Vilayət Eyvazov. Ona görə də mən yenə də bunu